Virtual oyun asılılığı və ya gaming addiction insanın kompüter və ya mobil oyun oynamağı idarə edə bilməməsi, onu təhsil, sosial münasibətlər, sağlamlıqdan üstün tutması və hər şeyə rəğmən oyunu davam etdirməsi deməkdir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı bu asılılığı ICD-11 xəstəlik təsnifatına daxil edib. Əsas əlamətlər oyun müddətini idarə edə bilməmək, oyunu digər vacib işlərdən üstün tutmaq, yuxusuzluq, sağlamlığa təhdid olsa belə oyunu davam etdirməkdir. Oyunlarda daim bal qazanmaq, səviyyə adlamaq, yeni missiyaya keçmək kimi faktorlar beyni mükafata alışdırır. Bu uzun müddət davam edəndə asıllılıq formalaşır. Oyun asılılığı aqressiv davranışlara, təşvişin artmasına, yuxunun pozulmasına, ailədən və dostlardan uzaqlaşmağa səbəb olur. Baş verə biləcəyi təhlükəli halların qarşısını almaq üçün psixoloqların valideynlərə çox sadə tövsiyəsi var. Övladınızla danışın və maraqlanın. Hansı oyunlar oynayır, kiminlə ünsiyyət qurur, nə hiss edir kimi suallar verin. Uşaqlar çox vaxt riskli hallar barədə məlumatı gizlədirlər. Davamlı söhbət onların sizə inamını artıracaq. Smartfonda daha az vaxt keçirmək baxımından da övladınız üçün sağlam nümunə olun. Onda oyun asılılığı yaranıbsa peşəkarlardan dəstək alın.